Pis vərdişlər deyiləndə adətən insanların ağlına narkomaniya, alkoqoldan istifadə, tütündən istifadə gəlir. Son dövrlər isə iqramaniya deyilən bir pis vərdiş meydana gəlibdir. Mərc oyunları, onlayn mərc oyunları. Təəssüflər olsun ki, bu mərc oyunlarında əsas təbliğatçısı sosial şəbəkələrdir. Artıq bu saytlarda reklamlar gedirdi ki, 500 manat qoyun 50 min qazanın, 1000 manat qoyun 100 min qazanın. Mən də bunu artıq ora getmək yox, kazino elə bir vəziyyət yaratmışdı ki, kazino biz evimizə gətirmişdi. Öz rahat şəraitdə evimizdə eyni hissləri yaşaya bilirdik. Artıq mən aşağı stavkalar eləyə bilmirdim. Aşağı stavkalar eləyəndə o mənə həzz vermirdi. Bir dəfə, iki dəfə az summalardan özümü yoxladım. Gördüm şansım gətirir. Elə bildim həmişə gətirəcək. Yəni bu 100 minlər, 200 minlər gedəndən sonra artıq məndə elə bir xəstəlik yaranmışdı ki, bu dəfə olacaq. Mən belə deyim də, ümumi həyatımda bəlkə də 3 milyona yaxın pul üzmüşəm bunlar. Son 6 ayda mən 80 min pul uduzdum. Haçan ki, mən uğursuzluğumu qəbul elədim, artıq hər şey bitəndə. Narkomaniya ilə, iqramaniya ilə məşğul olan insanlarda o mənəviyyat istər-istəməz itir. O uğuruq qumarbaz üçün çox asan bir qazanc əldə etmə yolu olur. Ailənin vəziyyəti bu vaxta qədər bura gəlməzdən əvvəl çox pisdir, yəni, çox pis. Mən evlərimi satmışam, axırda öz yaşadığım evi satmışam. Mən bütün qumar asıllarına demək istəyirəm ki, heç vaxt sabahlara inanmayın da, bu sabahlarla bitməyəcək. Mən bu sabahlarla 13 ildir yaşadım. Bu insanlarda zövqə aşırı duyarlılıq yaranır. Yəni ki, nə deməkdir bu? Bu deməkdir ki, bu insanlar ancaq pul yatıranda zövq alırlar. Qazanc əldə etdilər, istər milyon qazansın, o zövq dayanır. Daha sonra təkrar o zövqü əldə etmək üçün o qazandığı milyonun üstünə 1 milyon da qoyar, yenidən ona yatırım eləyər. Hansı bir xeyli miqdarda olduqda və yaxud da ki, qrup şəklində olmuş cinayətlər törədildikdə artıq ağırlaşdırıcı hal olduğuna görə 10 min manatdan 15 min manata qədər cərimələr, 2 ildən 3 ilə qədər azadlığın məhdudlaşdırılması, 2 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. 300-dən çox pasientlərimiz olub ki, gəliblər bura. Bizim kursu tam keçən uşaqlar sağalıblar, bu günləri, yəni ailəsinin yanındadır, cəmiyyətdədir. Sağalmaq, həyata yenidən başlamaq, yenidən addımlamaq heç də gec deyil. Yetər ki, məqsədin olsun, yetər ki, qarşısında hədəfin olsun. Fərid Yusifov, Royal Muğanoğlu, Günəş 13.